Bakıda xuliqanlıq və qətl törətməkdə təqsirləndirilən Afiq Hacəliyev və Natiq İmamcanovun icra üzrə məhkəməsi yekunlaşıb. Bakı Arzantlar Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri müdafiə çıxışları ediblər. Təqsirləndirilən şəxslər son söz deyiblər və məhkəmə hökmü elan etmək üçün müşavirəyə gedib. Daha sonra hökm elan edilib. Hökmə əsasən Afiq Hacəliyev 14 il, Natiq İmamcanov isə 3 il müddətinə azadlıqdan məhrum edilməklə məhkəmə zalından həbs olunub. Xatırladaq ki, dövlət ittihamçısı İsmail Cavadlı məhkəməyə təqsirləndirilən şəxslərdən Afiq Hacəliyevin 18 il 6 ay, Natiq İmamcanovun isə 4 il müddətinə azadlıqdan məhrum edilməklə onun barəsində seçilmiş qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilərək məhkəmə zalına həbs edilməsini təklif etmişdi. Qeyd edək ki, hadisə ötən ilin martında paytaxtın Suraxanı rayonu ərazisində qeydə alınıb. Belə ki, Afiq Hacəliyev mübahisə zəminində tanışı Turan Əliyevə bıçaqla xəsarət yetirərək öldürüb. Hadisə günü tanışı Afiq Hacəliyev ilə birlikdə olan Natiq İmamcanov da təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub. Afiq Hacəliyevə qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü, yəni xüsusi amansızlıqla qəsdən adam öldürmə və Natiq İmamcanov isə 221.3-cü, yəni xuliqanlıq silah və ya silah qismində istifadə olunan əşyalarla törəldikdə maddələrlə ittihamlara sürülüb. Orxan Rasifoğlu, məhkəmə xəbərləri.